Uşaqlar, mən bugün sizə 112-ci səhifədən kömək edəcəyəm. 112-ci səhifədə olan misal və 2 məsələdən. 112-ci səhifə misal 5 ilə başlayır uşaqlar. Misal 5-də 3 dənə misal verilib. Bunları müqayisə etməliyik, hesablayıb müqayisə etməliyik. Sol tərəfi hesablamalıyam, sağ tərəfi də hesablamalıyam. Yəni hər ikisini bölmə əməldə hesablayıb cavabları müqayisə edib burada göstərməliyəm. Deməli, 16,19-u, onda 9-u yazıram. 16,9 bölünsün 1,3. Bölünənə baxırıq. Bax, birinci buna baxırsınız uşaqlar. Bunda vergülü atmaq lazımdır. Vergülü götürsəm, burada 10 dəfə artacaq. 13 olacaq. Yəni, vergül bir bölgü, bura qoysam, vergül ləğv olacaq. 13. Bunu da bir bölgü artıra bilərəm. Vergül bir dənə 10 dəfə artırsa, bu da 10 dəfə artacaq. Onda nə olacaq? Vergülü buradan silirəm, üstünə xət çəkirəm, buradan da silirəm. 169 bölünsün 13. Bölək. 16-nın içində 13 bir dəfə. Bir dəfə 13, 13. Çıxanda qalır 3. 9-u da düşürürəm. 39-da 13, 3 dəfə. Da vergül yox idi uşaqlar. İndi elə vaxt olur ki, vergül ədədin qalır burada. Burada qalır, burada yox. Onda biz tam ayırırıq. Burada vergül heç birində qalmadığından ikisindən də atmışıq. Vergül düşməyəcək bura. Düşə də bilər amma. 3 dənə 13, 39 eləyər. Çıxanda 0. Deməli, sol tərəf 13 oldu cavabı. İndi buna baxaq. 12,1-i 12,1-i bölürəm 1,1-ə. Yenə burada vergül götürürəm. Götürsəm olur 1,1 olur 11. Bir dənə rəqəm var burada. Bir rəqəm artdı. Bu da bir rəqəm burada olacaq. Bunu da buradan götürürəm. Sonda vergül heç birində qalmır. 12-nin içərisində 11 bir dəfə. Bir dəfə 11, 11. 12-dən 11 çıxsam 1, bu 1-i də düşürsəm 11-də 11 bir dəfə. 1 vur 11, 11 çıxanda 0. Deməli, sağ tərəfin cavabı 11, sol tərəfin cavabı isə 13 oldu. Deməli, sol tərəf böyükdür. 7,10-dur. 7 bölünsün 1,4-ə. 7 bölünsün 1,4-ə. Burada vergül yoxdur. Mən bunu atıram bu vergülü. Vergülü atanda bir rəqəm artdı. Burada rəqəm yoxdur artırmağa bir rəqəm. Özümdən bir dənə bura 0 yazıram. 70-in içində 14, 5 dəfə. 5 vur 4, 20, 2 yadda, 5, o da 2, 7. Sol tərəfin cavabı 5 olacaq. İndi buna baxaq. 0,9, 0,9 bölünsün 18 deyir, 1,8'dir. Mən kitabdan onu dəqiqləşdireyim uşaqlar. 0,18'dir. Mən 18 niyə yazmışam? 0,9 bölünsün 0,18. Bax, burada 0 tam var. 0,18. 18. Vergülü atıram. Buradan götürürəm. 2 dəfə artır. Yəni ki, 2 rəqəm artır. Bunu da 2 rəqəm artırmalıyım. Bir rəqəm bunu götürdüm. Bir rəqəm artdı. Bir rəqəm də özümdən 0 yazıram. 90'ı 18'ə bölsəm 5 dəfə. 5 vur 8, 40. 4 yadda 5, o da 90 eləyər. Hər ikisinin cavabı 5 oldu. Sol tərəfində, sağ tərəfində bərabər qoyuram. Üçüncü misalı həll eləyəcəm. 36 bölünsün 0,9. Bəli, 36'dır. 36 bölünsün 0,9. Vergülü ləğv eləyirəm. 10 dəfə artdı ədəd. 0,9 idi, 9 oldu. 10 dəfə artdı. Yəni bir dənə rəqəm artıbsa 10 dəfə artmaq deməkdir. 36'nı da 10 dəfə artıranda bura 1, 0 yazıram. İndi bölürəm. 36'da 9, 4 dəfə. 4 vur 9, 36. 0. Bu 0'ı da gəlirəm. 40 oldu sol tərəfim. 8,4
bölünsün 0,16. 2 dənə rəqəm artdı. 2 rəqəm vergül bura gəlib düşür. Axıra 2 rəqəm. Burada isə bunu ləğv eləsəm bir rəqəmi var. Birini də özümdən yazıram. Bu 2 dəfə 2 rəqəm keçibsə bu yana vergül. Bu da 2 rəqəm keçməlidir. 40-ın içərisində 16 2 dəfə. 2 dənə. Ay, deməli ki 40 deyil 84. 84-də 16. Birinci 84-də baxıram. 84-də 16 olacaq. 80-in içində 15. Görüm neçə yaza bilərəm bura. 80-də 85-də 16. 32, 32, 64. O da 15 dəfə. 5 dəfə. 6, 30. 3 yadda. Bu 2 yoxdur ya uşaqlar. 5 dəfə. 5, o da 3, 8. 84-dən 80 çıxsam 4, bu sıfırı da gəlirəm. 40-ın içərisində 16, 2 dəfə. Hələ ki tamdır, 52 tam. 40-ın içərisində 2 dənə 16, 32. Çıxanda 40-dan 32, 8. 80-də də 16, 5 dəfə. 5 eləyəcək. Bu da 80. Çıxanda 0. 52 tam 10'da 5. Sol tərəf oldu 40. Sağ tərəf isə 52 tam 10'da 5 oldu. Bunları bura isə səhvdir. 52 tam 10'da 5. Misal 6'da nə deyilir? Deyilir ki, misal 6 tənlikləri eləyin. Tənlikləri həll edin. Yəni tənlik necə deyir? Görək burada. Tənlikləri deməmişdən qabaq nə deyir? Və niyə bəs mən yaxın yazmışam belə tənliklər? Həll eləməyə çalışmışam. Deməli, vuruqlardan biri məchuldur. İkinci vuruq məchul olanda hasili birinci vuruqa bölmək lazımdır. 3 tam %24'ü bunu bölürəm 1 tam 10'da 2'ye. Altdan böləcəyəm uşaqlar. 3 tam %24 bölünsün 1 tam 10'da 2'ye. Virgülü ləğv elədim. Bir rəqəm artdı. Buradan da ləğv eləyib bura qoyun. Bir rəqəm artsın. 32 tam 10'da 4, 12. 32'nin içində 12. 3 dəfə olsa 36 eləyər. 2 dəfə. 24. 12'dən 4, 8, 0. Bu 8'in üst gəlsək 4'ü tam burada qutardı. Tam qutarır. 84'də 12. 4 dəfə. 4 yoxsa 6 dəfə. 6 dəfə 2. 12. 1 yadda. 7 dəfə. 7 dəfə. 14. 1 yadda. 7'dir bu. 7 o da 1, 8. 0. Deməli 2 tam 10'da 7. X bərabərdir. Aşağıda yazıram. X'i neçə tapdıq? Bunu bölüb. 2 tam 10'da 7. Burada isə uşaqlar, deməli, yenə də vuruqlardan biri məchuldur. Hasili bölürəm verilən vuruğa. 1 tam %5 bölünsün 0 tam %42'ye. 0 tam %42'ye. 2 rəqəm. Vergülü ləğv eləsəm 2 rəqəm artır. Buradan da ləğv eləyim. Olsun burada olsun. Gəlsin 2 rəqəm irəli. 105'i içində 42. 3 dəfə olmaz. 120'dən çox eləyir. 2 dəfə. 84. Çıxanda 1, 21. Tam qutardı. Özümdən 1, 0 yazıram. 210'da 4, 5 dəfə. 5 dəfə 2, 10. 1 yadda 5'i vururam 4'e 20, o da 1, 21. 0. Y bərabərdir 2 tam 10'da 5. Aşağıdan yazıram. 2 tam 10'da 5. Digər 2 dənəsi də burada yazmışam uşaqlar. Siz bunu gördünüz. İndi bundan davam edirəm.
Bunlardan da biri bölmə əməlidir. Eynən bunun kimidir. Bölmə ortada olanda 0,54'ü 1,5'e bölüb B bərabərdir 0,36 almışam. Burada da bölünəni qismətə böləcəm. Ortada olanda, bölmə əməlində, bölməli tənlikdə məchul ortadadırsa, bölünəni qismətə bölürük. Yəni 21,28 bölünsün 5,6'ya. Bölmədə mütləq birinci bu rəf deyirik buna, rəf, polka, rəf, buna baxırıq birinci. Vergülü ləğv eləyirik. Bir rəqəm oldu 56, bir rəqəm artdı. Bunu da bir rəqəm artırıram, yəni 10 dəfə artdı. Bir rəqəm deyəndə 10 dəfə artdı. Buradan da vergülü ləğv eləyib bura qoyacağım, bir rəqəm artıracağım. Tam neçə oldu? 212'ni 56'ya bölürük. 200'də 56, 50 özü 4 dəfə yerləşər, amma 56 az qala 60'a yaxındır. 21'də 60, 3 dəfə. 3 dəfə yerləşəcək. 3 vur 6, 18. Biz hələ tamı bölürük. Bir yadda 15. 15, o da 1, 16. 16. 12'den 8, 4. Burada 0 qaldı. 10'dan da 6, 4. 8'i gəlirik. Tam qutardı. Tamı bölüb qutarmışıq. 448'də təxminən bunu götürək. 400 yuvarlaqlaşdıranda 448, 450, 448 olsun. Bunu da götürsək 60, 42, 7 dəfə, 7, 8. 8 olacaq uşaqlar. Həm də 8 vur 6, 48. Axırlarda düz gəlir. 4 yadda 40, o da 4, 44. Çıxanda 0. Deməli, burada A'nın cavabı oldu. 3,10'da 8. Bu misal 6 idi. 6 idi. Bax, bu idi uşaqlar. Yarısı da bu hissədə oldu. 7'yə baxıram. 7'də nə deyilir? 7-ci misalda deyilir ki, uşaqlar, bölmə əməlindən bir neçəsini yerinə yetirin. Qanuna uyğunluq olaraq digərlərini isə yerinə yetirmədən birbaşa yazın. Məsələn, burada 0 tam, burada isə 1 tam. 0 gedib tamı burada ayırıblar. Burada 15'də ayırıblar. Burada tam ayırıblar. Burada 7'də ayırıblar. Cavablar bölən isə dəyişməyib. Hamısında 0,5, 0,5 elə qalıb. Davam eləyirəm uşaqlar. Atıram vergülü. 10 dəfə artdı, oldu 5. Bunu da bir dəfə bir rəqəm artıra bilərəm. Bu vergülü atsam. 1'in içində 5, 0 tam. İndi tam qutardı. 15'də 5, 3 dəfə. 5, 15. 0, 7'ni gəlirəm. Bir dəfə 7. 0, bir dəfə 5. Deməli ki, bir dəfə 7 yazıram. Bir dəfə 5, 5. 2. İndi isə 5'i gəlirim. 25'də 5 dəfə. Cavab oldu. Cavab olacaq uşaqlar. Buradan qırmızı xətlə çəkək ki, qarışmasın. Bunun cavabı 0,5'e böləndə burada 0 tam idi. Cavab da 0 tamla oldu. İndi buna baxaq. Biz vergülü həmin misal deyə uşaqlar. Burada 0 tam 10.000'də 1575. Həmin 1, 5, 7, 5. 1, 5, 7, 5. Amma burada 0 tamdır. Burada 1 tamdır. Görək vergül də. Bu vergül bir dənə irəliləyib. Burada 0 tam olub. Burada vergül bir dənə keçib irəli. Görəsə cavabda da keçəcəkmi bir dənə qabağa? Baxaq. Bunu artırdım 10 dəfə. Bu da onda vergül gəlib burada olacaq. 15'də 5, 3 dəfə. Tam qutardı. 15. 0. 7'ni düşürürəm. Bir dəfə 5, 5.
25-də 5 dəfə. Deməli, vergül bir rəqəm irəlilədi. Cavabdakı vergüldə bir rəqəm irəlilədi. Gəldi 3-də vergül oldu. Sonraki misalda cavab 1-də olacaq vergül. Baxaq görək. Budur, bəli. Belə bu qaydanı biliriksə, bunu belə ən azı bunu bölək, o birisini birbaşa yazaram. Yaxşı. Bunu vergül burada 5-də idi, 1-də idi, sonra 5-də oldu vergül. 1-dən sonraki 5-də vergül oldu. Atıram vergülü. Oldu 7-də. Vergül gəldi, çıxdı 7-yə. Yəni ki, misalın şərtindən gedir ha söhbət uşaqlar. 15-də 5 3 dəfə. 15. 7-ni düşürürəm 1 dəfə. Tam qutardı burada. 7-də idi axı vergül. Tamımız qutardı 31 tam. 1 dəfə 5 5. 25-də də 5 dəfə. 31 tam onda 5. Burada isə vergül 7-dədir uşaqlar. Burada 7-də deyildi. Burada biz artırdıq elədik. Burada 7-dədirsə cavab burada 5'te olanda 31 oldu. Bak virgül burada olanda 31 oldu. Virgül burada olsa cevap olacak 315. Bak belə. İndi bu da həmin qaydadadır. Burada amma bölən dəyişim 4, 0,4, sonra 0,4, 1000'də 4, 10.000'də 4. Ədəd olduğu kimi qalıb. İkisinə baxaq görək. 1 tam 268 bölünsün 4'e. Tamın içerisinde tam. Burada artırası bir şey yoktu. Bak burada virgül yoktu. Virgülü ataq. Deməli, tamın içerisinde tam yerleşmediği için 0 koyuruq. 12'də 4 3 dəfə. 3 dəfə 4 12. 0. Altını düşürürəm 1 dəfə. 4. 28'də 4 7 dəfə. 28. İndi bax vergül burada 0 tam oldu. Görək burada neçə? Vergül 3'də olacaq mı? 1 tam 268 1000'də bölünsün 0,4. Burada 4'e bölürdük. Burada 0,4'e. Deməli, vergül attım 10 dəfə artdı. Vergülü gətiririk 2'yə. 12'nin içində 4 3. Vergül buradadırsa 12'ni böldüm 4'e 3. Tam qutardı. Tam qutardı burada. İndi cavab baxın. Burada 0 tamda var idi. Burada artıq 3 tam oldu. Ədəd böyüyür. Qismət böyüyür. Bu deməli ki, bölən kiçilən qədər cavab böyüyür. 12. 0 altını düşürsək. Bir dəfə 4. 28'də də 7 dəfə. 28. 0,4'də 4'dən 0,4'ə gələndə vergül 3'ə gəldi. İndi bu %4 olsa uşaqlar, bax bunu %4 eləsəm. Bu %4 olsa vergül 1'ə gələcək. 3 tam olmayacaq, olacaq 31,7. Bax bunun cavabı olacaq 31,7. Bunun cevabı olacak 317. Çünkü get-gedə kiçilir bu. Bunun cevabı olacak da 317'den o yana ədədimiz yoxdur. 317 özümdən də 1 0 yazıram. Bax bu olacaq. İndi mən misal 9'a baxıram. Misal 9'u mən tapmaq qaydasını da öyrədəcəyəm sizə. Cədvəli tərtib eləmişəm. Kitabda olduğu kimidir. Heç nə hesablanmıyor cədvəldə.
Bu fasilədə heç olmaya siz bəyənin, paylaşın, abunə olun inşallah. Deməli, qələmdən başlayıram. Qələm. Hamımızın əlimizdə işlətdiyi qələmdir. 16 manat 10 qəpik veriblər. Bir paçkası deyək ki, 2 manat 30 qəpikdir. Görəsən neçə qələmdir orada. 16 manatı bölək, ayıraq 2 manat 30 qəpiklərə. 16 manat 10 qəpik. Neçə dənə 2 manat 30 qəpik var? Yəni 2,3 var içində. Ayırıram. 161'də 23 8 dəfə olur. Ya 7 dəfə. 7 dəfə 3 21 2 yadda 14 o da 16. Deməli 7 paçka qələm düşür. 7 yazacağım bura. 7 ədəd deyəndə ki qutuyla 7 qutu qələm qutusu 2 manat 30 qəpikdən 16 manat 10 qəpik eləyir. Parçanın metrəsi parça alıblar. Parça alıblar. Hə, yaxşı bir dəqiqə. Hə, inşallah bax parça metrlə 3 metr 50 santıdır. 3,5 metrdir. 60 manat 55 qəpik veriblər. Görürsən ki, bunun içərisində 60 manat 55 qəpiyin içində neçə dənə 3 manat 50 qəpiklər var ki, parçanın da metrəsi, parçanın da sayı o qədərdir. Ona görə də 6 manat 55'i böləm də 60 manat 55'i 60 tam %55'i bölürəm parçanın neçə metr parça almışam? 3 metrə 3,50 santı. İndi görək 1 metrin qiymətini tapmaq istəyirik. Bunu eləyirik, vergül atırıq, olur bir dənə də artırırıq. 60'ın içində 35, burada 8'dədir ya vergül. 60'ın içində 35 2 dəfə. 2'dən 35 70 eləyər. Onda bir dəfə. 35 çıxsaq qalar 25 qalar burada. 5 25 8'i də gəldirəm bura. 258'də təqribən 260'da 26'da 6 dəfə. 6 dəfə. Görək 6 dəfə 3 18, o da 3. 6 götürək görək 6 5 30. 3 yadda. 18, o da 3 21. 21 yox 7 dəfə. 7 dəfə uşaqlar. 7 dəfə 5 35. 35 3 yadda 21, o da 3 24. 8'dən 5 3, bu da 1. Axırıncı bey burada tam qutardı. 135'də yenə də 135'də neçə dəfə olar? 5 dəfə. 5 dəfə 3 15 çox olacaq. 17 tam 5 götürəyim. Burada nəsə qarşılıq oldu. Burada kağızı böyüdüm. Deməli 8 hələ 5'imiz də var da gəlmişik. Bəli 5'i gəlmişik. 135'də 8'dən 5 3. Burada da qaldı 1 düzdür 135. 5 dəfə götürsək 5 dəfə 3 15 çox olur axı 15. 5 dəfə olmur 4 dəfə. 4 dəfə 5 20. 2 hatta 12. 4 dəfə də çox oldu 3 dəfə. Bunu bir tezdən yazacağım 15. 1 yadda 9 o da 1 10. Qalacaq buradan 35. 30 qalır 0 olur. 0. Hə, özümüzdən 0 əlavə eləyib bölürük, davam eləyirik. Bu qaralama hissəni yazmırsınız siz. Əsas cavabı yazırsınız. 300'də 35 9 dəfə. 9 götürək görün. 9 da 5 45 4 yadda 27 o da 4. 31 olacaq. 8 dəfə. 40 4 yadda 24 4 28. 300'dən 20 qalacaq burada. Yenə də 0 gəlirik. Vergül ayırmışıq ha.
Çox böyük bir rəqəm oldu. Təxmini götürmək olar. 200-də 3,5 olacaq. Bunu da deməli şular, mən bunu ayrıca böldüm. Mən burada qaralamışam. Burada 8 görünür. 8 görüb düşürmüşəm. Amma burada görsən ki 5 imiş. Cavab 17,3. 17,3'dür 1 metr parçanın qiyməti. 17,3. Süd alıblar. Bilmirik neçə litr süd alınıb. Amma 1 litr süd 2 manat 50 qəpikdir. Yazaq ki, bura 2 litr alıblar. 2 litr alıblarsa, onda 2,50-də 5 manat olar. 5 manatdan azdır. Deməli, 1 tam neçə litrsə. Pulu bölək 1 litrin qiymətinə. Yəni 4,5-i bölək 2,5-ə. Bölək 2,5-ə. 10 dəfə artdı. Bunu da 10 dəfə artırırıq. 45-də 25 bir dəfə. 25. Çıxanda 0, 20. 200-də 25 olacaq. Tam qutardı burada. Özümdən 0 əlavə elədim. 8 dəfə. 8 dəfə 5, 44 yadda. 16, o da 200. İstəsəniz, bax, bu yaza bilərsiniz. Amma bu səhvdir. Burada 8. Deməli, olacaq 1,8. Südün 1 litrinin qiyməti 1,8. Yəni 1 manat 80 qəpik. Yağ alınıb. 7,5 manatdır yağın 1 kilosunun qiyməti. 3 kilo olsaydı 21 manata çıxardı. 21 manatdan çox olardı. 7 manat daxı kilosu, hələ 50 qəpiyi də var. Amma bu 17 manat. Onda 2 kiloqramdan birazca artıq olacaq. Yəni pulu bölək 1 kiloqramın qiymətinə görək. 17 manat 25 qəpiyin içində neçə dənə 7 manat 50 qəpik yerləşir? O qədər də biz yağ ala bilərik. 17,25, 17,25. Əgər müəlliminiz tələb eləyirsə bunları, cədvəli necə tapmısınız? Onda siz bax bu hissələri yaza bilərsiniz. Qaralama da olsa öz dəftərinizdə səliqənə yazın. Atıram 10 dəfə artdı. Vergül atdım 10 dəfə. Oldu 75. Bunu da vergül atıram, buradan qoyuram. Bir rəqəm artıra bilərəm. 172'nin içində 75. 170'də 2 dənə 75. 140. 2 dənə olar uşaqlar. Üçüncü olmaz. 2. 150 eləyəcək. 75, 75. 10. 1 yadda. 14. O da 1, 15. 2, 2. Deməli, tam qutardı. 2 tam, görə 2 kiloqram, yəni 5'i də düşürək. Yağımız nə qədər olacaq? 225'də 3 dəfə. 3 dəfə 5, 15. 3 dəfə 7, 21, o da 1, 22. 0. Buradan da xətt çəkək. Deməli, 2,3 kiloqram yağ olacaq. Yağ da olacaq 2,3 kiloqram. Və axırıncı da qalıb burada biz pomidor. 3 kilo yarım pomidor alınıb. 7 manat pul verilib 3 kiloqrama. 7 manat 35 qəpiyi bölək bu dəfə kiloqrama. Görə 7 manat 35 qəpiyin içində bu kiloqramlar nə qədər cavab verəcək? 7 %35, 7 tam %35. Buradan bölürəm, geniş olsun. 7 tam %35 bölünsün. 3,5 kiloqramdır. 10 dəfə artdı. Bunu da 10 dəfə artıra bilərəm. Yəni bir rəqəm keçirirəm vergülü. 73'də 35 2 dəfə. 2 dənə 35, 70. 5'i düşürdüm. Tam qutardı uşaqlar. 35'in içində 35 bir dəfə. 1 dənə 35, 35. Çıxanda 0. Deməli 2 manat 10 qəpik imiş. 2,1 manat. Bu cədvəli idi. Bu da onun misallarıdır. Əgər baxmaq istəyirsinizsə belə qarma-qarışığa baxın, tapın özünüz üçün nələrsə. Bəs burada nə deyilir? Misal 8. Tənlikləri əvvəl yuvarlaqlaşdırın, sonra dəqiq. Tənlikləri demə. Yox.
Təkliklərə qədər yuvarlaqlaşdırın. Məsələn, 48,3 48-dir. Bölək tamı yuvarlaqlaşdırırıq 6-ya. 48-i 6-ya bölsək 8 düşər. Qoy hamısını elə yuvarlaqlaşdıraq. Bunu da yuvarlaqlaşdıraq. 35'dir. 3 buna heç nə vermir. 35'i də 5'ə bölsəm 7 eləyər təqribən. Bunları da belə yuvarlaqlaşdırıb cavablarını özüm tapmışam. Hətta dəqiq olanı da tapmışam. Burada 9,2'dir. Təxmini isə 9'dur. 2'dir. Təxmini isə 2,5'dir. İndi bu misalların dəqiq hissəsini tapaq. Vergülü atıram 10 dəfə artdı. 59 oldu. Vergül burada olacaq. Bir rəqəm keçəcək. 48'in içində 59 yerləşmir. Burada olacaq 448'də 68 dəfə. Yerləşərmi? 72, 7 yadda 47. Hə, olar. 8 dəfə 9, 72, 7 yadda. 8 vur 5, 40, o da 7, 47. Çıxandan 1, burada da 1. 8'i də gəlsək. 2 dəfə ilə tam qutardı, 2. 2 dəfə 9, 18, 1 yadda, 10, o da 1, 11. Cavab 8,2. Bu dəqiq cavabdır. Bu isə təxmini cavabdır. Bunu da hesablayıram. Vergülü atıram 10 dəfə artır. Yəni bir rəqəm vergül keçir bu yana. Amma axırda olanda vergül qoymuruq. Olur 52. Bunu da bir rəqəm keçiririk. Olur 353. 50'ye bölürəm. 7 dəfə. 7 dəfə 2, 14. Bir yaddan 35. O da bir 36. Çox oldu uşaqlar. 7 yox. 7 dəfə 5, 35. O da bir 36. Çox olacaq. 6 dəfə götürək bunu. 6 vur 2, 12. 6 vur 5, 30. O da bir 31. Çıxanda 1, 41 oldu. Altını da gəlsək. Hə, bu olacaq 8 dəfə. Tam qutarır burada uşaqlar. Burada artıq biz 3'də tamımız burada vergül qoyuram. 6. Bu da olacaq 8 dəfə. 8'i 2'ye vursam 16. Bir yadda 40. O da bir 41. Çıxanda isə burada da çıxma işarəsini qoyaq. 0. 6,8. Təxmini cavab isə 7 eləmişdi. Bu da misal 8'in 4 dənə misalıdır. 8'də olan 4 dənə misaldır. Elədim. Yəqin ki görünür. 9'a baxıram. 9 uşaqlar, mən 9 bu idi. Cədvəli idi. 10. Burada nədir? Burada deyir ki 9'u mən kitabdan oxuyum. Bu biraz imla kimidir. Riyazi imla kimidir. Mən həmişə ona riyazi imla deyirəm. Suallara cavab verin. 0,16 litr südü, yəni 600 qram südü 150 qramlıq qablara tökdülər, böldülər. Südü böldülər bu 0,15 qramlıq qablara. Nə qədər oldu? Yenə də onu dəftərinizdə, belə kitabınızda məsələ sual formasında verilib. Biz bunu qaralamada eləyək. Əgər müəlliminiz, mən deyirəm, tələb eləyirsə, bu hissəni də yazın. 0,6 bölünsün 0,15'e. Uşaqlar, vergülü atıram. 2 rəqəm 100 artdı. 15 oldu. Bunu da atıram. Bir rəqəm artdı. Birini də özümdən yazıram. 60'ın içində 15, 4 dənə. 4 dənə 15, 60. Deməli, 4 dənə qab lazım olacaq. 4 qab. Soruşur ki, neçə stəkana boşaltmaq olar? Burada yazaq 4 stəkana. Sonra ikinci sualda deyilir ki, ikinci B bəndində uzunluğu 3,27 metr olan taxta parçasını 65 santimetrlik hisselərə böldülər. 0,65 metr və ya 65 santimetrlik bölək. 3,25 böyük taxtadır. Bölürük bunu 0,65 hisselərə. 5'dir bu.
2 dənə artır. 2 rəqəm 100-ə vuruldu. Buradan da 30'un içində 5 dəfə olacaq uşaqlar böləndə 5. 5 vur 5 25 2 hatta bu da 32. Neçə hissəyə bölündü? 5 hissəyə. 5 yazıram bura. 0'dan %65. Bunu böldüm. 5 oldu cevabı. Deməli, nəyi soruşurdu bizdən? Onu da yazaq. Beynincidə. Deyir, neçə hissə alındı? 5 hissə alındı. Burada da deyir ki, yolun uzunluğu bu qədərdir. 210 kilometr. 2,5 saatdə yolda olublar. Sürəti tapın. Yəni ki, sürəti tapmaq üçün bax belə bir yolun uzunluğunu saata bölürəm. 210'u bölürəm 2,5'ə. 210 kilometri. Bir də dəqiq rəqəmlərə baxım. 2,5 saata bölünsün 2,5'ə. Uşaqlar, burada atıram vergül 10 artır. Yəni bir rəqəm çoxaldı. Burada bir 0 yazıram. 200'ün içərisində 25, yüzdə 4 dəfədirsə 200'də 8. 8 dənə 25 eləyər 200. 10 çıxanda bu 0'ı da gəldirəm. Yüzdə 25 isə 100'ün içində 25 4 dəfə. 4 dənə 25 100. 0. Deməli 84. Nəyi soruşur? Bizdən sürəti. Sürət 84 kilometr bölünmüş saatdır. Sürəti soruşurdu. Burada isə yol verilib bizə. Yol verilib. Sürət verilib. Zamanı soruşur. Yolla sürət verilibsə, yolu bu dəfə sürətə bölürük. Zamanı tapmaq üçün. Yəni 3,75 3,75 sürətdir. 33,75 sürətdir. Deyirəm axı 3 tam olmaz. Bölünsün 22,5'ə. Yox, bu yolun uzunluğudur 33,75. Bu isə 22,5 isə nədir? Sürətdir. Bir rəqəm artdı, bir rəqəm artırıram. 337'də bir dəfə düşər. Bir dənə 225. Çıxsam 2 1. Burada da 1 qalacaq. 112. 225'də yerləşmir. Tamımız qutardı. Deməli, bu sürətlə gedirsə bu qədər yolu. Bir tam, bir saat yəni 112'də yerləşmir. Özümüzdən ora rəqəm gəlirik. 5 yazsaq olmur. 22'ni 4'ə vursaq bəlkə. 4 dənə 2, 8. 3'ə vurma, 4'ə vursaq 2 yadda. Bəli, 4'ə vururuq. 4 vur 5, 20, 2 yadda. 4 vur 2, 8, o da 2, 10, 1 yadda. 4 vur 2, 8, o da 1, 11. 1 tam onda 4. Nəsə burada biraz, yəni 4 vur. 4 vur 5, 20. 2 yadda. 225 göyə. Bəlkə çıxmada səhv eləmişəm. 225, 2, 1 düzdür. Bu da 1, 112 düzdür. 0. 0'ı yox, uşaqlar. Bu 5'i gəlməliyəm bura. 5'i. Bu da olacaq 5. 5 vur 5, 25. 2 yadda 12. 1 yadda, bu da 11. 1 tam onda 5 saata. 1 tam onda 5 saat. Belə. Burada isə nə soruşur bizdən? Sual, tənliqi özünüz qurun deyir. Sual verir, tənliq qurub həll edin. 1 tam onda 4'ü hansı ədədə vursaq, hansı ədədin yerinə x yazmışam. 2 tam %38 alınır. 1 tam onda 4'ü hansı ədədə, bilmirəm ki, hansı ədədə x yazmışam, vursam 2 tam %38 alınır. İndi belə bir tənliq yarandı. Vurğulardan biri məchuldur.
Məchul vurğu tapmaq üçün x bərabərdir. Hasili 2 tam %38'i bölürəm 1 tam onda 4'e. Bir rəqəm artır, yəni 10 dəfə artır. Bunu da eləyirəm. Bura qoyuram, vergülü buradan silib. 23'də 14 bir dəfə 14 çıxsam 9. Bu da 8. 98'də neçə dəfə olar? 4'ü neçəyə vursam, deməli ki 9'da 98'də tam qutardı uşaqlar belə. 98'in içində 14 7 dəfə. 7 dəfə. 7 vur 4 28 2 yadda, bu da 98 0. X bərabərdir 1 tam onda 7. Yəni tapdım ki 1 tam onda 4'ü məsələdə soruşur ki hansı ədədə vursam 2 tam %38 eləyər. Tapdım ki 1 tam onda 7'yə vursam. Və yaxud da soruşur ki 5 tam %32'ni hansı ədədə bölsən 1 tam onda 4 eləyər. Bunun da yolu var da uşaqlar. Məchul bölmə əməli, bölməli tənlik, məchul ortada olanda bölünən, yəni 5 tam %32, bunu çox deyirəm uşaqlar, yadınızda qalsın. Bölünsün 1 tam onda 4'e. Mən buranı biraz aralı yazıram ki, bura bəlkə bir ədəd lazım olsa yazmağa. Bir rəqəm artdı 10 dəfə. Bura qoyuram onda. 53'ün içində 14 yerləşər 3 dəfə. 3 dəfə olsa nə olar? 30, 16, 46. Düzdür 3 dəfə. 3 dəfə 4, 12. 3 dəfə 4, 12. 1 yadda. 3, o da 4. 1, 1. 11'də yerləşmir. 2'ni gəlirik. Bu da eləyər 2 olmaq üçün 4'ü neçəyə vuraq? Sonu 2 gəlsin. 8'e. 8. Tam qutarır burada 3 tam. 8'i 4'e 32. 3 yadda. 8 o da 3. 11. 0. Deməli y bərabərdir. 3 tam onda 8. Burada qırmızıyla da istəyirəm bunu götürəm belə haşiyə. Y bərabər, x bərabərdir. Bax bunu tapdıq. Görün. Çıxalardım. Biri yazmır, digəri yazır. Bu x bunun qiymətidir. X baba bu budur. Bunun üçün yazıram ki y bərabərdir 3 tam onda 8. Bu da neçənci oldu uşaqlar? 10'uncu. 11 məsələdir. Məsələdə nə deyilir? Deyir Aynur yağ alıb. 2 kilogram 8 qram yağ alıb. %8 qram yağ alıb. 22 tam %88 manat pul ödəyib. Bura. Yəni ki elə fikirləşir ki 10 manat oldu. Kilosu 10 manat oldu. 2 kilodan 10 manattan el hesablayıb 20 manat, amma 8 qramı, yəni 2 manat 88 qəpikdir. Bilmək üçün biz verilən pulu yağın çəkisinə bölək. Yəni 22 tam %88 bölünsün 2 tam %8'e. Məsələ olduğundan düzünə yazıram uşaqlar. Və qaralamada hissə eləyəcəyəm. Sizinlə birlikdə cavabını yazacağım. Amma siz özünüz də bunu eləyib yaza bilərsiniz. 22 tam %88 bölünsün 2 tam 0,8'e. 2 dəfə artdı. Bu da bura gəldi. Deməli 228'də 208 bir dəfə. 208. Niyə bəs? Aha, görək onda. 22 tam onda 8. Onda 8 88. Bəli, düz yazmışam. Bölünsün 2 tam %8. Görək yağın 1 kilogramı neçədir? 0. 208'də də bir dəfə. 1 manat 10 qəpik. 1 manat yox. Burada heç vergül düşmür. 11 manat. 208 vergül axırda da axı biz bu 8'i gəlib niyə vergül qoyuruq? 11 manat. Çox tələsirəm, ona görə daha da geri qalıram uşaqlar. Çünki uşaqlar şərhlərdə yazıb bunları tələb eləyir.
Ha, burada nədir? Deyir, qırmızı alma 1,2 kilogram qırmızı alma alınıb. 2,5 kilogram da ağ alma alınıb. Görək düz deyirəmmi, yoxsa kitabdan oxuyum onu. Deməli, müştəri 1,2 kilogram qırmızı alma, 2,5 kilogram da ağ alma alıb. 6,16 manat pul verib. 6,16 manat. Qırmızı almanın kilosu 1 manat 80 qəpikdir. Vurmuşam, qırmızı almaya 2 manat 16 qəpik pul gedib. Ümumi puldan 2,16-nı çıxanda 4 manat qalır. İndi 4 manatı da ağ almanın çəkisinə bölürəm. 2 kilo yarıma. 1 manat 60 qəpik düşür. 1,6 manat. Deyir, hansı alma daha ucuzdur? Bu alma 1 manat 80 qəpikdir, kitabda verilib. Bu alma isə tapdıq ki, 1 manat 60 qəpikdir. Ağ alma daha ucuzdur. Bu qədər uşaqlar. Bəyənin, paylaşın.